1980-ci ilin əvvəllərində Buzovnadakı evlərin birinə yeni kirayənişin gəlir. Xudaverdi adlı yeni kirayənişin taleyin ona hazırladığı dəhşətdən xəbərsiz məskunlaşdığı həmin həyətdə torpağı qazır, yeni gəldiyi evin həyət bacasını səliqəyə salır, gəlməkdə olan baharı daha gözəl qarşılamaq üçün həyətdə yaşıllıq yaratmağa çalışırdı. Az sonra dəhşətli bir prosesin şahidinə çevriləcək Xudaverdi yeri qazarkən qəfil bir mənzərə ilə qarşılaşır. Torpağın altından sümüklər çıxır. O əvvəlcə sümüklərin hansısa heyvana məxsus olduğunu güman edərək, onları da torpağın altından çıxan dəmir, daş kəsə ilə birgə toplayır və aparıb zibilliyə atır. Amma elə həmin axşam qonşu qarının ona danışdığı dəhşətli bir tarixçəni eşitdikdə canına üşütmə düşür. Qarı deyirdi ki, bu evdə yaşayanlar xeyir görməyib. İllər əvvəl Ahıl xanım ana və 5 yaşlı nəvəsi Sevil bu evdə yoxa çıxıb. Hələ də nə ölüsü tapılıb, nə də dirisi. Xudaverdi evə qayıdır, qaranlıq düşüncələr onu rahat buraxmır. O müthiş xəbər, evin əvvəlki sahibinin sirli şəkildə itkin düşməsi onun canına vəlvələ salır. O, bu sümüklərin itkin qadına məxsus ola biləcəyindən şübhələnərək, vahimə içində onları zibilxanadan bir-bir geri toplayır. İllərlə Buzovnada və Şüvəlanda dolaşan dəhşətli şayələr, hansı ki, o şayələr ardıcıl yoxa çıxan qadınlardan sonra başlamışdı. Həmin şayələrin də yer aldığı daha bir cinayət dosyasını təqdim edirik. Bu kəndlərdə doğrudanmı qadın düşməni, manyak var idi? Bəs yoxa çıxan qadınlar hara gedirdi? Xudaverdinin tapıb yenidən həyata gətirdiyi sümüklər bizə hansı həqiqətləri çatdıracaq? Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Xudaverdi sümükləri yenidən həyata gətirib, nə vaxtsa baş verə biləcək sorğu-sualdan özünü sığortalasa da, hələ ki bundan artığına gücü çatmır. Bu barədə lazımi instansiyalara məlumat vermir, sümüklərlə birlikdə beləcə yaşamağa davam edir. Lakin artıq işıq üzü görən sümüklərə heç bir sir kölgə sala bilməyəcəkdi. Kənd sakinləri arasında pıçıltı başlamışdı. Həyəcan dolu bu şayələr dalğa-dalğa böyüyərək sonda rayon prokurorluğunun divarlarına da astadan çırpılmağa başlayır. Bu həmin illər idi ki, İkram Kərimov köhnə adı ilə Əzizbəyov rayonuna, indiki Xəzər rayonuna prokuror təyin olunmuşdu. Və həmin vaxtlar Şüvəlan və Buzovna kəndlərində dəhşətli bir xof yaşanırdı. Burada bir neçə qadın yoxa çıxmış və üstündən illər keçsə də onları gördüm deyən olmamışdı. Təbii ki, prokuror bu hadisələri cəmaət kimi mistikaya yozmurdu. Lakin itkin düşən şəxslərin illərlə tapılmaması hüquq mühafizə orqanlarını da narahat etməli idi və edirdi də. İndi həmin pıçıltıların yayıldığını görən Xudaverdi bu barədə aidiyyatı üzrə məlumat verməyə məcbur olur. Hələ işin mahiyyətini, bu sümüklərin arxasındakı qanlı, sirri, detallı bilməyən aidiyyatı qurum əməkdaşları dərhal hərəkətə keçir. Məhkəmə tibbi ekspert çağırılır, şəhər prokurorluğuna təcili müraciət olunur. Çox keçmir ki, hadisə yerinə prokuror, kriminalist, rayon prokurorluğunun müstəntiqi və kriminalist mütəxəssislərdən ibarət operativ qrup göndərilir. Onlar sümüklərin dili ilə danışacaq həqiqəti üzə çıxarmaq üçün həmin məşum evə doğru yola düşürlər. Hadisə yerinə çatan istintaq qrupu çox keçmədən sümükləri tullantıların arasından toplayan həmin kirayənişini, Xudaverdini tapır. Onun titrəyən əlləri ilə göstərdiyi nöqtədə torpağın 1 metr dərinliyində qazıntı işləri aparılır və dəhşətli həqiqət üzə çıxır. Qaranlıq torpağın altından bir qadına məxsus kəllə sümüyü və skelet parçaları üzə çıxmağa başlayır. Dərhal cinayət işi açılır. Səhər açılan kimi
hadisə yerinə yenidən daha detallı baxış keçirilməsi barədə qəti göstəriş verilir. Çünki skeletin hissələri gecənin qaranlığında çıxarılmışdı və qaranlıq çox sirri gizlədə bilərdi. Səhər morqda kəllə sümüyü və skelet hissələri ekspertlərin önünə qoyulur, lakin ilk baxış hər kəsi heyrətə salır. Sümüklərin üzərində heç bir zorakılıq izi, heç bir zədə aşkar olunmur. Bu adi bir ölüm idi, yoxsa qatil izləri itirməyi bacarmışdı? İstintaq 1978-ci ilə həmin evdə yaşamış keçmiş sakinlərə qədər uzanır. Bu evin sahibi olan xanım ananın 1937-ci il təvəllüdlü oğlu Rafiq prokurorluğa çağırılır. Dindirilmə otağındakı ağır sükutu Rafiqin qan donduran etirafı pozur. Əslində bu etiraf deyildi. Rafiq niyə bunları danışmışdı, niyə bu etiraf eləmişdi, bu bilinmir. Ancaq o bəllidir ki, onun etirafı dəhşətli olduğu qədər də istintaqçıları cəncərə salmışdı. O, prokurorun da iştirak elədiyi dindirmədə anasını mübahisə zəminində balta ilə qətlə yetirdiyini bəyan edir. Rafiq anasının kəllə nahiyəsinə amansızcasına balta zərbələri endirdiyini deyir. Lakin ortada böyük bir müəmma yaranır. Skeletin kəllə sümüyündə və digər hissələrində heç bir zədə yoxdur. Nəinki balta ilə vurulan amansız zərbə. Qatilin soyuqqanlı etirafları ilə cansız sümüklərin susqun reallığı üst-üstə düşmür. Prokuror çətin bir seçim qarşısındadır. Rafiqin anasını balta ilə qətlə yetirməsi barədə etirafı kəllə sümüyünün toxunulmaz sükutu ilə toqquşur və ortada bir ziddiyyət yaranır. Prokuror müavininin və Cinayət Axtarış Şöbəsi rəisinin kəskin müqavimətinə, onu həbs etmək tələblərinə baxmayaraq, prokuror İkram Kərimov qətiyyət nümayiş etdirir. Bu etiraflar həqiqəti əks etdirmir deyərək Rafiqi həbs etmir. Proses davam edir. Təsəvvür edin, etiraf var, qatil gözlə görünən artıq var, amma həbs yoxdur. İstintaqın dərinləşməsi prokurorun haqlı olduğunu sübut edir. Xanım ananın yoxa çıxdığı tarixlər araşdırılarkən məlum olur ki, həmin vaxt Rafiq evdə yox, sahillərdən uzaqda, neft daşlarında, dənizin ortasında iş başında olub. Bəs onda xanım anaya nə olub? Şübhə oxları başqa birinə, Rafiqin ikinci arvadı Bağırova Svetlanaya tərəf yönəlir. Bu qadın haqqında toplanan məlumatlar mənzərəni daha da qaraldır. O, əvvəllər oğurluq hadisəsinə görə məhkum edilmiş və yüngül həyat tərzi keçirilmiş. Prokuror dindirmə zamanı taktiki gedişləri ilə qurur ki, Svetlana küncə sıxılır və qanlı etirafını dilə gətirməyə məcbur olur. O, qaynanası xanım ananı qisas hissi ilə bir qadın corabı ilə boğaraq öldürdüyünü etiraf edir. Lakin bu dəhşətli etirafın daha qaranlıq bir davamı var. Svetlana bu cinayətin şahidi olmuş 5 yaşlı günahsız ögey qızı Sevili də eyni üsulla, corabla boğaraq həyatdan məhrum edib. İzləri itirmək üçün hər iki meyti həmin həyətin fərqli hissələrində gizlicə bastırıb, ətrafı isə onların şəhərə getməsi ilə bağlı yalan dolu bir şayiə yayıb və bu şayiə illərlə ayaq tutub yeriyib. Cinayətin motivləri isə təkcə nifrət deyil, həm də tamahdır. Bağırova etiraf edir ki, qətlə yetirdiyi xanım anaya məxsus qızıl bəzək əşyalarını və bahalı qaşlı üzükləri mənimsəyib. Bu qanlı qənimətlər isə artıq ölkə hüdudlarından kənara çıxıb. O qızılları Minskdə, Sverdlovskdə və Rusiyanın müxtəlif şəhərlərində kənar şəxslərə sataraq izi itirməyə çalışıb. Beləliklə, Bağırovanın həbsinə sanksiya verilir və rayon prokurorunun müavini başda olmaqla xüsusi əməliyyat qrupu həmin məşum həyətə yenidən yollanır. Bağırovanın soyuqqanlıqla göstərdiyi nöqtədə torpaq yenidən qazılmağa başlayır. Əməliyyatçılar 5 yaşlı, günahsız Sevili illərlə gizləyən torpağı tərs üzünə çevirir və balaca qızın skelet parçaları və kəllə sümüyü torpağın altından üzə çıxır. İndi isə İkram Kərimov və istintaqçılar daha bir sual düşündürürdü. Bir qadın bu qədər ağır və mürəkkəb cinayəti tək başına necə törədə bilərdi? Bilərdimi? İki meyidi fərqli yerlərdə heç kimin ruhu incimədən bu qədər diqqətlə bastırmaq tək bir insanın işi ola bilərdimi? Və bu insan ələlxüsusda qadındırsa.
İstintaqçılar Bağırovanı saatlarla, günlərlə dindirir, onu fakt qarşısında qoyaraq köməkçisinin adını öyrənməyə çalışırlar. Nəhayət, Svetlananın iradəsi qırılır, o qətilləri tək deyil, öz oynaşı ilə birgə planlaşdırdığını deyir. İndi isə növbə bu gizli şəriki kölgədən çıxarmağa gəlmişdi. Həyata keçirilən gərgin axtarışlar, arxivlərin alt-üst edilməsi və çoxsaylı foto şəkillərin təqdim olunması ilə aparılan böyük iş öz əvvəlcə dırnaqarası bəhrəsini verir. Şəkillərin arasından Bağırova barmağını inturistin fəhləsinə tuşlayır. İstintaqçılar dərindən nəfəs aldıqdan qısa müddət sonra məlum olur ki, hələ dərindən nəfəs almağa tələsiblər. Çünki Svetlana yenə yalan deyir. Onun şəklini işarə etdiyi fəhlə hələ qətillər törədilməmişdən çox əvvəl mənzilini Soçidəki bir evlə dəyişərək Bakını tərk edib. Bağırovanın bu gedişi istintaqı tamamilə başqa səmtə yönəltmək, günahı şəhərdə olmayan birinin üzərinə yıxmaq cəhdiymiş. Lakin təcrübəli prokurorun gözündən heç nə qaçmır. Öz ifadələrində dolaşan, yalanları bir-bir ifşa olunan Bağırova nəhayət küncə sıxılır. O əsl ortağının adını etiraf etməyə məcbur qalır. Bu, onun öz doğma kiçik qardaşıdır. Bəs əsl ortaq kiçik qardaş indi hardadır? Məlum olur ki, o artıq ordu sıralarına çağırılıb və Respublika hüdudlarından çox uzaqda xidmətdədir. Respublika Hərbi Komissarlığı ilə dərhal xüsusi razılıq əldə olunur. Onun Bakıya təcili ezam edilməsi üçün gizli əməliyyat başladılır. Təyyarə Bakı hava limanına enən kimi hərbi geyimli gənci pilləkənlərin dibində müstəntiq və milis işçiləri qarşılayır. Prokurorun iştirakı ilə və sönməyən videokamera işığı altında Bağırovun iradəsi qırılır. O bacısına həm qətillərdə, həm də meyitlərin gizlədilməsində necə kömək etdiyini bir-bir etiraf edir. Cinayətin ən dəhşətli tərəfi isə bu qan bahasına əldə olunan qazancın taleyi olur. Gənc qardaş öz payına düşən qanlı pulla 3%li uduşlu istiqraz vərəqləri alıbmış. 5 yaşlı körpənin canı müqabilində bəxtini sınamaq üçün alınan kağız parçaları. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlayan, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. İllərlə torpaq altında qalan cinayətin istintaqı üçün peşəkar heyətə cəmi 2 ay bəs edir. Gərgin 2 ay. İşə Buzovna qəsəbəsinin o vaxtlar Ruhullah Axundovun adını daşıyan mədəniyyət evində keçirilən izdihamlı, səyyar məhkəmə iclasında baxılır. Zal həm qəzəb, həm də ədalət intizarı ilə nəfəsini dərirdi. İttihamı rayon prokuroru İkram Kərimov şəxsən müdafiə edir. Bacı qardaş Bağırovlar öz layiqli cəzalarını alır. Onlar uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq dəmir barmaqlılar arxasına göndərilirlər. Bizə isə bu qanlı əhvalatla yanaşı uzun illər SSR-nin digər respublikalarında da nümunə göstəriləcək bir istintaq dosyası qalır. Prokurorun ən kiçik bir pıçıltıya, ən qeyri-müəyyən şayəyə belə göstərdiyi operativ reaksiya qanlı bir cinayətin sonunu gətirir. Onun istintaqın hər bir addımında şəxsən iştirak eləməsi, əməliyyat qruplarını uzaq şəhərlərə səfərbər eləməsi və ekspertizaların hər bir detalına sərt nəzarəti qaçılmaz reallığı ortaya qoyur. Nə qədər dərindən pərdələnsə də, üzərindən neçə illər keçsə də heç bir cinayət cəzasız qalmır. Növbəti verilişimizdə həmin illərdə yoxa çıxan digər qadınların da taleyini təqdim edəcəyik. Bu günlük bu qədər. Salamat qalın.